Salam, hörmətli izləyicilərimiz. Mən həkim, mama ginekoloq Təranə Bayramova, Gömrük Hospitalının mama ginekologiya şöbəsinin rəisi vəzifəsində çalışıram. Mən bu gün sizə miomalar, onların müasir müayinə və müalicə üsulları haqqında məlumat verəcəyəm ki, bu patologiya haqqında hər birimizin məlumatı olsun. Belə ki, hər bir qadının sağlamlığı onun həyat keyfiyyətinin əsas göstəricisi hesab olunur. Bu gün isə artıq sayda uşaqlıq patologiyaları, yumurtalıq patologiyaları qarşımıza çıxmaqdadır. Mən bu gün sizə miomlar haqqında məlumat verəcəyim ki, bunlar əsasən gizli şəkildə baş verir və təsadüf nəticəsində aşkar oluna bilir. Miomalar sakit olur və yaxud da ki, onun rast gəlmə tezliyi daha çox rast gəlinir və gizli şəkildə sürdüyü üçün onu aşkar etmək çətin olur və bu isə qadınlarda həm fiziki, həm emosional baxımdan qadın həyatında ciddi təsirlər yarada bilir. Aktuallığına gəldikdə, uşaqlığın düyünlü miomaları statistik məlumatlara görə reproduktiv yaşında olan qadınların əsasən 40-60%-də, menopoz qadınlarında isə 10-20% hallarda rast gəlinməkdədir. Bəzi qadınlarda uşaqlığın düyünlü mioması uzun illər dediyimiz kimi əlamət vermir, lakin digərlərində isə menstruasiya pozğunluğu, qanaxmalar, ağrılar kimi əlamətlərlə özünü büruzə verir. Ona görə miomlar haqqında yetəri qədər məlumat toplamaq lazımdır ki, bu patologiya ilə qarşılaşanda onun müayinə və müalicə üsulları haqqında az da olsa bir məlumat əldə etmiş olaq. Ümumiyyətlə, mioma nədir? Mioma uşaqlığın əzələ toxumasından inkişaf edən xoş xassəli bir törəmədir. El arasında buna leomioma, mioma, fibroma kimi terminlər də, yəni terminologiya çox istifadə olunur. Lakin demək olar ki, hər biri eyni şişə, yəni ki, şişin adına gətirib çıxarır. Lakin miomlar ümumiyyətlə bir-birindən sürətli böyüməsinə görə, yerləşmə yerinə görə, əlamətlərinə görə bir-birindən fərqlənirlər. Əsasən lokalizasiyasına görə miomlar uşaqlığın daxilində, əzələ qatında və xarici qatında yerləşə bilirlər. Daxilində yerləşən, uşaqlığın daxilində endometrial təbəqə içərisində yerləşən miomlara endometriol, bunlara submukoz miomlar deyirlər. Submukoz miomlar əsasən qanaxma verir və sonsuzluğa gətirib çıxara bilir. İntramural miomlar isə uşaqlığın əzələ qişasının içərisində yerləşirlər və onların böyüməsi ilə uşaqlıq öz həcmini böyütmüş olur. Üçüncü tip miomlar isə subseroz miomlardır. Subseroz miomlar uşaqlığın xarici qatında, yəni seroz qişası altından vüsət alıb böyüyür və digər orqanlara baskı yapır. Məsələn, bağırsaqları, sidik hissəsini sıxa bilir və bunun nəticəsində tez-tez sidik ifrazı baş verir, sidik qaçırmalara rast gəlmək olur, qəbizlik baş verir. Yəni bu kimi əlamətlər törədə bilir. Digər növlər də vardır ki, uşaqlığın boynunda yerləşə bilir, sonra və endometriumun daxilindən vüsət alıb uşaqlığın içərisinə doğru gedə bilir. Sonra uşaqlığın içərisindən böyüyüb uşaqlıq boynunu keçərək doğulan miom şəklində özünü büruzə verə bilir. Sonra enli bağın içərisində yerləşib enli bağ miomunu yarada bilir. Və bəzən də o qədər sayı çox olur ki, həm uşaqlığın daxili qatında, həm endometrial təbəqəsinin, yəni içərisində, həm miometriumunda, həm də seroz qişa altında ona rast gəlmək mümkün olur. Etiologiyasına baxdıqda görərik ki, əsasən kimlərdə buna rast gəlinir? İlkin olaraq hormonal disbalansı olanlarda, yəni orqanizmdə estrogen, progesteron balansının pozulduğu hallarda, onların miqdarı, ifrazının artdığı vaxtlarda, yəni ortaya çıxa bilir və əsasən ona görə də 20-45 yaş arası qadınlarda miomun rast gəlmə tezliyi daha yüksəkdir. Və bilindiyi kimi, tibbə məlum olduğu kimi, menopoz dövründə miomların geriyə inkişafı baş verir. Genetik amil ola bilər ki, bunlar məsələn, əgər qadının anasında, bacısında
bibisində, xalasında, yəni miyom hadisəsi baş veribsə, özündə də yəni rast gəlmə tezliyi yüksəkdir. Təxminən 40% miyomların 40%-də xromosom anomaliyaları müşahidə olunur. Bu anomaliyalar arasında xüsusilə 12-ci, 14-cü xromosomlar arasında translokasiyalar və 7-ci xromosomun deleysiyası qeyd olunur. Metabolik və ekoloji amillər bir səbəb də budur. Demək ki, artıq bədən çəkisi. Piyələnmədən əziyyət çəkən qadınlarda daha çox miyomlara rast gəlinir. Eyni zamanda düzgün qidalanmayanlar, məsələn, artıq sayda ət yeyənlərdə, şəkər tükətənlərdə, qızardılmış, emal olunmuş qidalardan istifadə edilən insanlarda miyomların rast gəlmə tezliyi daha yüksəkdir. Bir də böyümə faktorları və sitokinlər vardır ki, orqanizmdə. Bunlar da miyom hüceyrələrinin böyüməsini, angiogenizi stimullaşdırmış olur və onun nəticəsində miyomlar əmələ gəlir. Bir də qadının reproduktiv statusu vardır. Kimsə, qadında ilk dəfə menstruasiyanı erkən yaşda görür. Ola bilsin ki, qadın gec yaşında ailə qurur və yaxud da ki heç doğmamış qadındır, uzun müddət sonra, yəni gec yaşlarında ana olur. Bunlar hamısı miyomun əmələ gəlməsini tətkikləmiş olur. Klinik simptomlara gəldikdə, miyomların simptomları onun ölçüsündən, sayından və yerləşdiyi yerdən asılı olaraq fərqli olur. Bəzi hallarda heç bir klinik simptom müşahidə olunmaya da bilir. Ən çox görülən əlamətlər uzun müddətli, güclü menstruasiya arası qanaxmaların olması, qanaxmaya bağlı olaraq anemiya, halsızlıq, baş gicəllənmə müşahidə oluna bilər. Qarın aşağı hissəsində ağrı və dolğunluq hissi, sidik kisəsinə və bağırsağa təzyiq nəticəsində sidik ifrazının tezləşməsi və qəbizlik, sonsuzluq və ya təkrarlayan düşük halları vaxtından əvvəl doğuş, yəni ki, əsas klinik simptomlarından hesab olunur. Bəzi məqalələrdə, bəzi elmi çalışmalarda hətta miyomların 5-6 kilo qədər çəkiyə malik olduğu da göstərilmişdir. Diaqnostik üsullardan bəhs etmək istəyirəm. Demək, ilkin olaraq xəstə müraciət etdikdə onun şikayətlərinə diqqətlə qulaq asmaq lazımdır. Ondan menstrual siklin xarakterini, müddətini, ailə anamnezi mütləq soruşulmalıdır. Ginekoloji müayinə olunmalıdır. Ginekoloji müayinə həm güzgü müayinəsi, həm də ki, palpator olaraq, yəni əllə müayinə mütləq olunmalıdır. Çünki palpator müayinə zamanı uşaqlığın ölçülərini biz yəni hiss etmiş oluruq, onun hansı ölçülərdə böyüməsini təsbit edirik. Ultrasəs müayinəsi ilə, daha doğrusu güzgü müayinəsi ilə isə uşaqlıq içərisində olan miyom düyününün əgər elə bir növü vardır ki, doğulan miyomlar, onun güzgü müayinəsini biz asanlıqla görmüş oluruq. Daha sonraki müayinə üsulu ultrasəs müayinəsidir. Ultrasəs müayinəsi demək olar ki, asan bir metoddur, əlçatandır. Bütün klinikalarda, poliklinikalarda yəni istifadəsi rutin hal almışdır və ultrasəslə yəni diaqnoz qoyulma ehtimalı 97% təşkil edir. Belə ki, ultrasəsdən əsasən ultrasəs müayinəsi zamanı miyomun ölçüsünü bilirik, sayını, yerləşmə yerini təsbit edə bilirik və əsasən transvaginal ultrasəs müayinəsindən uşaqlığın daxilində olan kiçik miyomları ölçərək diaqnozuna qoymağa bizə imkan verir və amma pelvik olaraq çanaqdan olunan ultrasəs müayinəsi ilə biz daha iri miyomlarının diaqnozunu qoya bilirik. Bir də bir növ vardır ki, uşaqlığın daxilində olan miyommu, polipmi, onları diferensiyasiya eləmə məqsədi ilə uşaqlıq, yəni sis deyilən sonohisterografiya bir üsulu vardır ki, uşaqlıq daxilində natrixlor mahlulu yeridilir və onun müşahidə altında baxılır və görülür ki, bu miyomdur, yoxsa polipdir. Və daha digər üsul MRT-dir, yəni maqnit rezonans tomoqrafiyadır və xüsusilə çox sayılı cərrahi əməliyyat planlanan hallarda istifadə olunur. Miyomanın damar strukturu və qonşu orqanlara təsiri aydın görülmüş olur. Kompüter tomoqrafiya üsulunda istifadə edilir. Əsasən böyük çanaq törəmələrinin diferensial diaqnostikasında tətbiq olunur və onun miyomun xoşxassəlimi ya və yaxud leiomiyosarkommu olduğunu yəni təsbit eləmək mümkündür. Uşaqlıq daxilində olan miyomları histeroskopla, diaqnostik histeroskopla da yəni diaqnozu qoymaq mümkündür. Əgər həmin miyom düyünü malignite, yəni bədxassəli ola bilmə ehtimalı varsa və ya şübhə varsa, ondan biopsi də alına bilir. Miyomların müalicəsinə gəldikdə deyə bilərik ki, əsasən müalicə seçimində əsas amillər hansılardır? Birinci, qadının yaşıdır.
Miomanın ölçüsü və yerləşmə yeridir. Simptomların ağırlığı və hamiləlik planı mütləq nəzərə alınmalıdır. Müalicə üsulları əsasən izləmə, medikamentoz müalicə, minimal invaziv üsullar, cərrahi müalicə və profilaktik üsullardır. Bunlar haqqında qısa danışmaq istəyəcəm. Belə ki, müalicənin izləmə taktikasını seçərkən əsasən miomun ölçüsünə baxılır. Xəstənin şikayəti varmı, yoxmu? Əgər miomun ölçüsü kiçikdirsə, xəstənin hər hansı bir şikayəti yoxdursa, onda periodik ultrasəs müayinələrinə xəstə dəvət edilir və baxılır. Əgər miom düyünündə böyümə yoxdursa, xəstədə hər hansı bir əlamət vermirsə, onda həmin xəstə sadəcə kontrolda saxlanılır, hər hansı bir əməliyyata mı, hər hansı bir dərmana ehtiyac duyulmur. Və nəzərə almaq lazımdır ki, miom düyünü kiçikdirsə, əlamət vermirsə, artıq menopoz dövründə bunun ölçüsü də kiçilmiş olur və xəstə müalicəsiz, bu miomla öz həyatını başa vurmuş olur. İkinci növ medikamentoz müalicə üsuludur. Bunda müxtəlif dərman maddələrdən istifadə edərək miomların ölçüsünü kiçildə bilirik və yaxud da ki, nəzarətdə saxlaya bilirik. Bunları birinci kontropin releasing aqonistləridir ki, bunların əsasən məqsədi bunları istifadə etməkdə. Bunlar estrogen səviyyəsini bədəndə azaldır, miomanı kiçildir, amma uzunmüddətli istifadədə yan təsirlər də meydana çıxa bilir. Ona görə də bunları çox uzun illərlə istifadə etmək çox da uyğun görülmür. Bunlara misal olaraq Zoladeksi, biz misal göstərə bilərik ki, əl çatandır, hər yerdə satılır. Bizim ölkədə də bunu asanlıqla əldə etmək mümkündür. 1 aylıq, 3 aylıq formları satılmaqdadır. Bu belə. İkincisi selektiv progesteron reseptor modulyatorlarıdır. Bunların isə təsir mexanizmi ondan ibarətdir. Progesteronun təsirini bloklayır, böyüməni dayandırmış olur. Buna misal olaraq esmiya dərmanını misal göstərə bilərik. Bundan da Azərbaycanda vardır. Lakin son tədqiqatlar göstərib ki, esmiyanın uzun müddət istifadə edəndə qaraciyər patologiyaları yarada bilir. Ona görə biz həkim olaraq bu dərmandan biraz uzaqlaşmış oluruq. Sonra yeni dərman maddəsi var, Riego, Relugolix adında bir dərman maddəsidir. Bu hipofizdə qantropin releasing hormon reseptorlarını bloklayır və estrogen progesteron səviyyəsini azaltmış olur. Bu isə miomanın böyüməsini azaldır, qanaxma əmələ gələrsə onun qarşısını almış olur. Daha sonra piyasada daha çox satılan oral kontraseptivlərdən istifadə etmək olur kiçik miomlarda. Bunlar da miomları kiçildə bilir və qanaxmanın miqdarını azalda bilmə qabiliyyətinə malikdirlər. Daha çox təbabətdə istifadə edilən, ən çox poliklinikdə müraciət edilən bir üsulumuz da var ki, buna levonorgestrel tərkibli Mirena spirallar deyirik. Azərbaycanda daha çox istifadə olunur Mirena spiral. Xarici ölkələrdə Kaylenna adlanan bir spiraldır. Mirenanın tərkibində levonorgestrel asetatdır və bu da həm qanamanın miqdarını azaldır, eyni zamanda miomun da ölçülərini kiçiltmiş olur. Kaylenna adlanan spiralda isə levonorgestrelin miqdarı Mirenadan 2 qat azdır. Bunda isə qadın adət qanaxmalarını görür, ancaq onunla bərabər miomları kiçilmiş olur. Eyni zamanda miomlar zamanı nəinki hormonal preparatlar, eyni ildə ağrı keçilərdən də istifadə edirik, simptomatik əlamətləri aradan qaldırmaq üçün. Sonra dəmir preparatlarından da istifadə edirik ki, qan azlığı ola bilir, qanamalara bağlı olaraq. İndi üçüncü üsula keçmək istəyirəm. Bunlar minimal invaziv üsullardır. Bunlara aiddir birinci uşaqlıq arteriyasının embolizasiyası. Demək, minimal invaziv üsul olaraq miomanı qidalandıran damarlar bağlanır və törəmə kiçilmiş olur. Uşaqlıq qorunur, gələcək hamiləlik planlaşdırmaq mümkündür. Yəni, uşaqlıq çıxmadan, hər hansı bir əməliyyat olmadan embolizasiya etməklə biz xanımın, pasiyentin uşaqlığını qorumuş oluruq. İkinci üsul radiofrekans ablaziyadır, yəni RFA deyirlər. Bu da xüsusi bir iynə elektrodla miomanın daxilinə elektrik enerjisi verilir, radio dalğası verilən bir prosedurdur. Bu enerji mioma toxumasını qızdıraraq məhv edir və tədricən miomanın kapsulası da sorulmağa başlayır və pasiyent miomdan qurtulmuş olur. Üçüncü üsul isə HIFU üsuludur. Bu isə nə deməkdir? Yüksək intensivli, fokuslaşdırılmış ultrasəs
dalğasıdır və bu da xüsusi ultrasəs dalğalarını miomanın içərisinə fokuslaşdırır, yəni cəmləşdirir və bu enerji mioma toxumasını içəridən qızdırır, 60-90 dərəcə Selsiyə qədər qızmış olur və miom içərisinin nüvələri dağılmış olur. Yəni hüceyrələri dağılır və bu proses, yəni bu prosesdən bir müddət sonra həmin miom hüceyrələri yəni yoxa çıxır və orqanizm, yəni uşaqlığın yəni tamlığı bərpa olur. Yəni miomdan azad olmuş olur. Cərrahi üsullara keçək. Bu artıq bütün bu 3 üsuldan cavab verməyən yəni xanımlara, pasiyentlərə tətbiq olunur. Əsasən birinci üsul miomektomiyadır. Bu nə deməkdir? Miom düyünün xaric olunması. Bu da iki yolla olur. Bir laparoskopik yolla, bir laparotomik. Hətta yeni son zamanlar yəni biz histereskopik olaraq da uşaqlıq daxilində olanları histereskopik olaraq xaric edirik. Demək, miom düyünü xaric olur. Artıq qadın hamiləlik planlaşdırırsa, bu 6 aydan sonra, əməliyyatdan 6 aydan sonra qadın rahatlıqla hamilə qala bilər. İkinci usul isə əgər görsək ki, qadın artıq reproduktiv dövrünü tamamlayıb, daha hamilə qalmaq istəmir və miom düyünü artıq daha çox fəsadlara yol açır, qanaxmalar verir, xəstənin digər qonşu orqanlarında patologiyalar yaradır, biz artıq histerektomiyaya müraciət edirik. Histerektomiya uşaqlığın çıxarılması metodudur. Onun da növləri vardır, artımlarla bərabər, artımlarsız, subtotal, total, yəni bu şəkildə xaric edirik. Bu da həm laparotomik üsulla mümkündür, həm də laparoskopik üsulla mümkündür. Eyni zamanda biz bunu vaginal yolla da xaric edə bilirik. Yəni ki, hal-hazırda yəni yollarımız çoxdur. Lap son olaraq demək istəyirəm ki, müalicə profilaktik üsullar da vardır ki, bu miomların qarşısının alınması insanların sağlamlıq həyat tərzinə də dayanır. Belə ki, sağlam qidalanma, stresin azaldılması, fiziki aktivlik hormon balansını yaxşılaşdırmış olur. Əsasən qırmızı ət az yeyilməlidir, emal olunmuş qidalardan uzaq olmaq lazımdır. İdeal bədən formasını saxlamaq lazımdır, yəni piylənməyə, artıq kiloya yol verməmək lazımdır. Fiziki aktivlik lazımdır. Ən azından qadınlar həftədə 2 dəfə, 3 dəfə yüngül idman növü ilə istifadə etsələr, yəni bu patologiyaların hissəvi olaraq, profilaktik olaraq qarşısını ala bilərlər. Stres azaldılmalıdır. Meditasiya, gəzinti, sosial dəstək yəni mütləqdir. Ən vacibi ildə bir dəfə ginekoloji müayinəyə gəlməlidir xanımlarımız. Ən tez 6 ay, ən gec 1 ildən 1. Və unutmaq lazım deyil ki, profilaktika həmişə müalicədən daha asan hesab olunur. Nəticə olaraq miomalar çox yəni xoşxassəli və idarə olunan bir xəstəlikdir. Bundan qorxmaq lazım deyil. Vaxtında diaqnoz və düzgün yanaşma olarsa, ginekoloji problemlərimiz olmaz. Yəni miomlar daha çətin, ağır fəsadlara yol açmazlar və hər bir xanımımız, hər bir pasiyentimiz sağlam həyat tərzini qorumalıdır. Ona görə davamlı həkim müayinələrində olmaq lazımdır. Unutmayaq ki, sağlamlıq ən dəyərli sərvətimiz hesab olunur. Diqqətinizə görə təşəkkür edirəm.